Bax, Öğretmenciyim. müəllimə, bax bunu belə götürürük. Məsələn, deyir ki, bizə biliyi şagirdlərə seçici formada ötürmək lazımdır. Biliyin şagirdlərə seçici formada ötürülməsi o deməkdir ki, bax o qədər həm tarix olsun, informatika olsun, yəni ümumiyyətlə istənilən bir ixtisasla bağlı olsun. Kitablarda o qədər informasiya var, o qədər məlumat var ki, biz onların hamısını şagirdlərə tam şəkildə öyrətmirik. Hamısını o qədər verilmiş o faktoloji məlumatları biz şagirdlərə hamısını öyrətmirik. Sadəcə onları seçici formada veririk. Seçici formada o deməkdir ki, yəni əsas məqamları, vacib olan hissələrin öyrədilməsi seçici formada təqdim olunma deməkdir. Yəni ona görə bizə deyir ki, bu biliklər şagirdlərə seçici formada ötürmək lazımdır. Yəni onun hamısını ötürmək. Bax, elə adi götürək müəllimlər kurikulumdan. Kitabı açıb baxırsınız, eləmi? Görürsünüz orada nə qədər faktoloji informasiyalar var, nə qədər bilgilər var. Gəlin baxaq görək, mən onların hamısını sizə öyrədirəm. Bizə nələr gərəkdir, hansı hissələr lazımdır, sizə onu seçici formada öyrədirəm. Bax bu belə. Sonra dediyimiz kimi B bəndində biliyin ötürülməsi zamanı pasiv tərəf kimi qəbul olunmalıdır? Xeyr. Şagird aktiv tərəf kimi iştirak etməlidir. Çünki biz dedik, müasir interaktiv təlim üzərində qurulan dərslərimizdə interaktiv təlim nə idi? İnteraktiv, qarşılıqlı əlaqə, qarşılıqlı fəaliyyət üzərində qurulan dərs deməkdir. Orada da şagird aktiv tərəf kimi iştirak edir, pasiv tərəf kimi yox. C variantında bizə deyir ki, bilik ötürüldükdən sonra şagirdlər onu kognitiv və metakognitiv fəaliyyətlərdən keçirməlidir. Bunu da bayaq dediyim kimi, həm kognitiv nədir? İdraki fəaliyyətimizdən, həm də metakognitiv bacarıqlarımızdan keçirtməliyik. Yəni, mən bu informasiyanı necə öyrənəcəm, hansı metoddan, hansı strategiyadan istifadə edəcəm, bu mənim metakognitiv bacarığımdır. Sonra D bəndi yenə o həminki A bəndindəki informasiyanı verir, yəni informasiyanın seçici şəkildə təqdim olunması. Sonra biliyin ötürülməsi zamanı müəllimin fasilitator kimi çıxış etməsi əldə olunan biliyin daha yaxşı yadda saxlanılmasına kömək edir. Ümumiyyətlə müəllimlər, biz sizlə keçəcəyik müəllimin fasilitatorluğunu. Yəni fasilitator müəllim kimdir? Şagirdə yol göstərən bir bələdçi müəllim, bir tədqiqatçı müəllimdir. Və şagirdlərin biliyin öyrənilməsi zamanı biz onlara fasilitatorluq eləyəndə, yol göstərəndə, bələdçi kimi çıxış edəndə, tədqiqatçı müəllim olanda şagirdlərimizdə öyrənmənin effektliyini artırmış oluruq. Və bu da onların öyrənməsini, öyrəndiyi biliklərin daha yaxşı yadda saxlamasına kömək etmiş olur. Bax, bu da deməli bu sualın izahıdır, əziz müəllimlər. Düşünürəm ki, bu variantların heç birində yəni sizin üçün qaranlıq bir məqam qalmadı. Növbəti sualımızı kim idi oxuyan? Aynur müəllimə. Aynur müəllimə, növbəti sualımızı da siz oxuyun əzizim.